Ümid Abbas kimi tanınıram bu camiyyədə. Həyatda ən böyük şansım dağlı olmağımdır. Həyatda dağlı olmağımla düşünürəm ki, 1-0 öndə gəlmişəm. Hansı ki, mən onlarla fəxr edirəm, deyirəm ki, mən Aşıq Ocaqqulunun nəticəsiyəm. Gördüm, sıxır, hər tərəfli sıxır, imkan vermir. Axır dedim, ay müəllim, nə istəyirsiniz məndən? Bəzən öz cəsarətsizliyimizin ucbatından istedadımızı içimizdə boğub öldürürük. Bunun çox maraqlı tarixçəsi var. Heç bilmirəm danışım yoxsa yox, çox qəribə bir şeydir. Mən heç bunu atama da danışmamışam. Danışacağım. Bir insan həyatda iki halda uğur qazana bilər. Ya uşaqlığından gətirdiyi bacarıqla, ya da uşaqlığından gətirdiyi travma ilə. Bir hədəf varsa və əlində bir ox varsa, o oxu o hədəfə vurmaq üçün onu geri çəkməlisən ki, buraxasan. Yəni, həyat səni geri çəkirsə, mütləq ki, güclü bir hədəfə doğru yönləndirir. Slogan kimi deyim ki, məsələn, Oqtay oğlunu Cəfər Cabbarlı yazmasaydı, mən yazardım. Bu söz bəs eləyir. Abbaszadə Ümid, yəni Ümid Abbas kimi tanınıram bu camiyyədə. Namiq oğlu 1993-cü ildə Sumqayıt şəhərində doğulmuşam. Həyatda ən böyük şansım dağlı olmağımdır. Həyatda dağlı olmağımla düşünürəm ki, 1-0 öndə gəlmişəm. Mən bu vaxta qədər tanıdığım hər bir adamın həyatında öz nəslində, əslində fəxr elədiyi hansısa kimlərsə olur ki, deyir, mən filan kəsin nəslindənəm. Ki, nə şükür Allaha ki, nə yaxşı ki, mənim də nəslimdə məhz elə bir adamlar var ki, hansı ki, mən onlarla fəxr edirəm, deyirəm ki, mən Aşıq Ocaqqulunun nəticəsiyəm. Bu ad, məncə, o dağlıları tanıyan dağlılar hamısı bilir Aşıq Ocaqqulu kimdir, nə boyda sənətkar olub, necə bir öz dövrünün dahisi olub, dahi şəxsiyyət olub. Ki, mən bu ilə fəxr edirəm, o deməli, tək Upa kəndi ilə məhduddaşmayıb Aşıq Ocaqqulunun nüfuzu, Aşıq Ocaqqulunun, belə deyim, sənəti. Eşitdiyimə görə, valla, mən kaş ki, həmin dövrdə yaşayardım, kaş ki, həmin o şəxsiyyətdən canlı bəhrələnə biləydim. Eşitdiyimə görə bütün Azərbaycanda o hörmət görən, sayğı duyulan sənətkarlardan olub ki, mənim babam Gülməmməd kişi özü də, yəni, mənim yadıma gəlir ki, sayısız hesabsız alətlərdə ifa eləməyi bacarırdı. Fərqi yoxdur, bu klavişli alətlərdir, nə bilim, telli alətlərdir, nəfəs alətlərdir, hər alətdə ifa eləməyi bacarırdı. Yəni, bunlar ümumiyyətlə abstrakt bir istedada malik insanlar olublar. Çox qəribə bir şeydir. Yəni, biz görmüşük ki, bir adamın istedadı yalnız bir istiqamətdə olar və onu inkişaf elətdirər. Bu adamlar ümumiyyətlə hər şeydə, mənim elə digər babam Qars kəndindən Qasım kişi, yəni Qasım kişinin elə adı bəsəyi, mən onun haqqında nə qədər rəvayətlər eşitmişəm. Bu, indi Kərbalay özü də buradadır, mənə danışıblar. O əllərinin qurd basan məsələsində əlləri pis vəziyyətdə olub, gətiriblər Bakıda həkimə, həkim deyib, əllər kəsilməlidir. Yəni, getməyib bu məsələ, nə danışırsınız deyib, gəlib, yığıb dost danışın deyib ki, bəs burada filan otu dər, filan kolu yığ, filan otu yığ, belə-belə yığdırıb, heç kim də bilmir ki, bu hansı, heç kim də yadında qalmır ki, bu hansı otlardan istifadə elədi. Gəlib bir aya öz əllərini sağaldıb adam. Yəni, bu qədər, yəni, bu cür insanlar yaşayıb və bu cür insanların nəslinin davamçısıyıq. Mən düşünürəm ki, təbii ki, belə bir məsələ var da, bu nəsildən mütləq bir sənət adamı çıxmalıydı. Mütləq şəkildə bir sənət adamı çıxmalıydı. Və bu ağır missiyanı mən öz üstümə götürdüm. Həqiqətən. Ki, yəni, o musiqidir, falandır, amma
gəlin belə danışaq. Mən eşitdiyimə görə, yenə də mən dəfələrlə eşitdiyimə görə deyirəm, çünki həqiqətən eşitdiyimə görə mənim babam Aşıq Ocaqqulu Cəfər Cabbarlının, o dahi şəxsiyyət Cəfər Cabbarlının doğma xala oğlu olublar. Yəni mən belə eşitmişəm. Yanıla da bilərəm, indi insanlıq. Sadəcə eşitdiyimə görə. Yəni bu illərlə bəlkə də məni təsəlli eləyib, mənə motivasiya verib ki, mən işlərimdə o adamların ruhunu öz üzərimdə, nəzarətini öz üzərimdə hiss eləmişəm və məsuliyyətlə ki, necə yəni mən bu kişilərin davamçıları olmaq missiyasını üstümə götürmüşəm. Bu nəsildən, bizim nəsildən şükür Allaha ki, bilirsiniz nədir, məndən yan keçmədi. Bu çox ağır missiyadır. Sən gedib maşın ustası da ola bilərsən, sən gedib, nə bilim, məmur da ola bilərsən, gedib gözəl bir vəzifədə də otura bilərsən, heç bir fərqi yoxdur. Amma o nəslin davamçısı olmaq bilirsən deməkdir. O işin davamçısı olmaq bilirsiniz nə qədər ağır məsuliyyətdir. Və mən çox qorxuram ki, məndən sonraki nəsildə gəlməz birdən. Və bu mənə o qədər çox narahat eləyir. Narahat eləyir ki, ay Allah, yəni o kişilərin qoyduğu miras mənlə tükəndi. Yəni, nə gözəl ki, heç olmasa gücüm çatdığı qədər mən bunu daşıyıram, aparıram və hər dəfə o kişilərin o istədiyinin üstündə hiss eləyəndə elə bunlar mənim qarşıma böyük bir bariyel çəkirlər və o bariyeli keçib daha böyük bir iş görürəm və o böyük işi də keçib daha böyük bir işə qarşı addımlayıram. Çünki yenə də deyirəm, mən universitetə girəndə məndən imtahanı, son imtahanı Cəmil Quliyev götürmüşdü. Kinoşünas Cəmil Quliyev götürmüşdü. Biraz orada düşdü dəliqanlı damarıma, mübahisəyə girdim Cəmil müəllimlə ki, gördüm sıxır, hər tərəfli sıxır, imkan vermir. Axır dedim, ay müəllim, nə istəyirsiniz məndən? Nə istəyirsiniz? Kəsmək istəyirsiniz, kəsin, çıxım gedin, ürəyim yandı burada. İndi daha keçib gedib, rahat danışa bilirəm. Cəmil müəllim qayıtdı, yox, dinən görüm, səni mən kəsməklə bu teatr nə itirmiş olur? Vallahi, mən də qayıtdım ki, məni itirməklə siz dövrün Cəfər Cabbarlısını itirmiş olursunuz. Yox, bilirəm, amma bu iddia aşırı çox böyük iddiadır, çox qorxulu iddiadır. Həqiqətən, həmin vaxt bilmirəm hansı beyinlə, hansı ruhla, hansı istəklə bunu dedim. Bilirəm ki, bəlkə də heç vaxt onlar səviyyəsində ola bilmərəm. Amma onlar səviyyəsində olmaq üçün çalışmağım bəlkə məni bir gün sənətkar eləyər. Belə. Aşıq Ocaqqulu o dövrün brendi idi. Həm trendi idi, həm brendi idi. O vaxtın da brendi toylar idi. Yəni, belə musiqiçilərin belə bir gözəl sözü var. Deyir ki, mən onu indi dırnaq içində düzəldərsiniz. Palatko toyları əsl məktəbdir, deyirdilər. Təbii ki, söhbət o vaxtın toylarından gedirdi. Çadır toylarından gedirdi. Ki, çadır toyları əsl məktəbdir. Bu kişilər ki, o ağır toylarda, ağır dönəmlərdə bu cür ad-san çıxartmışdılar. Gəlin açıq danışaq da. Yəni, mən təsəvvür edirəm özümü onun yerində. Çox ağır bir şeydir. Bilirsiniz, nədir məsələ? Aşıqlıq harda görülüb? Bir Qazaxda, bir də Şirvanda da. Sən Xızıda olasan və aşığı olasan və Qazax aşıqları ilə, Şirvan aşıqları ilə belə başa-baş gedəsən və oradan geridə qalmayasan, bu biraz başqa məsələdir. Bu başqa cəsarətdir. Bu cəsarət tələb edir artıq. Yəni, təbii ki, əminəm ki, o kişinin də yıxılan vaxtlar olub, onun da düşən vaxtlar olub, onun da bir gün ruhdan düşən vaxtlar olub ki, olmur da kişilər iş görür, Qazaxlılar filan. Çünki həqiqətən o dövrün də o aşıq yaradıcılığı ki var, aşıq yaradıcılığı istər-istəməz həmin dövr üçün bir növ konseptual bir yaradıcılıq forması idi. Yəni, kəsadlaşdırırdılar, yergən ürəkləri istəyəndə geniş buraxırdılar və sən belə bir dövrdə gəlmirsən, ölkənin ən güclü aşıqlarının ayağı uydurursan və sevilirsən. Bu işdir. Vallah bu işdir. Bu zəhmətin göstəricisidir. Bu əziyyətin göstəricisidir. Bu cəsarətin göstəricisidir. Ən başlıca burada cəsarət tələb olunur. Sən təsəvvür elə, Ramil Zövşənlə qapı qonşusan,
Və yaxud da Cabir Novuzla qapı qonşusan, gəlibsən ki, şeir yazıram. Deyə nə kişi? Kimdən qapı qonşusan? Bir podiyaya çıxanda, bloka çıxanda bir salam verdiyin kişiyə bax, ondan sonra nə mən şeir yazıram, yoxsa yox. Uzaqdan uzağa demək olar, Ramiz Rövşən Bakıda qalır, mən Sumqayıtda həmən də şeir yazıram. Onun gözlərinin içinə baxıb, məsələn, mən söhbəti dəyişirəm, onun gözlərinin içinə baxıb, o şair nüfuzunu hiss eləyəndə adam mən şairəm deməyə dili gəlmir. Adam bütün bədəni keyir. O da şairdir, mən də. Yox, mən şairəm, dostlarımın, tanışlarımın ətrafında, yaşlarımın yanında, öz yaxınlarımın, doğmalarımın yanında, Ramiz Rövşənin yanında maksimum tələbə ola bilərəm. Ən çoxu, nə bilim, müasiri ola bilərəm və yaxud da sələfi deyirlər, yoxsa müasiri deyirlər, ola bilərəm. Davamı kimi, yəni, yazdıqlarının davamı kimi. Yəni, başa düşürsünüz nə demək istəyirəm? Yəni, ən çoxu onun tələbəsi ola bilərəm. Baxıb, ondan motivasiya götürüb yazan adam kimi ola bilərəm. Xeyr, mən onun yanında hələ şair ola bilmərəm, mən o iddiada da qapıla bilmərəm. Amma bu kişi ki, sübut eləyirdi ki, siz də aşıqsınız, mən də aşığam. Bu cəsarət idi. Bu cəsarət idi. Yəni, belə deyim, qısaldığım fikrimi, təbii ki, montajda gedəcək də, qısaldığım fikrimi deyim ki, bəzən sənətkarlıq istedad və zəhmətdən çox cəsarət tələb eləyir. Cəsarət tələb eləyir. Bəzən öz cəsarətsizliyimizin ucbatından istedadımızı içimizdə boğub öldürürük. Çünki biz bunun adını utancaqlıq qoyuruq, biz bunun adını kompleks qoyuruq, hər nə qoyuruqsa qoyaq, bunun sonu gəlib cəsarətsizliyə dirənir. Niyə? Mən təzə-təzə şeir yazmağa başlayıram, şeir deyəcəm, güləcəklər mənə. De, qoy gülsünlər, səni o gülüşlər sənətkar eləyəcək. Sən çıx bir dənə səhnədə səhv oyna, qoy gülsünlər, səni o gülüşlər sənətkar eləyəcək. Amma sən o gülüşlərdən qorxub heç kimə heç nə nümayiş eləmədikcə, sənə sənətkarlığı və içində özünü öldürəcəksən, özün boğacaqsan. Gülüş hədəfi ola, sən böyüyürsən və sən dahiləşirsən. İnşallah ki, o dahilik pilləkənlərinə addım atmaq bizə də qismət olar. Bunun çox maraqlı tarixçəsi var. Heç bilmirəm danışım yoxsa yox, çox qəribə bir şeydir. Mən heç bunu atama da danışmamışam. Danışacağım. Mən uşaqlıqda, deməli, çox, belə deyim də, evin böyük uşağı necə olur? Döyülən uşaq olur, əzilən uşaq olur. Mama həmişə məni döyürdü. Yəni, səhvim o, dəcəl olmuşam axı. Dəcəl olan uşaqda döyülər də, uşaq vaxtı. Məsələ bilsən nədir? Yəni, döyülən uşaq olmuşam, biraz gücsüz olmuşam, məktəbdə də döyülmüşəm. Nə bilim, həyətdə dalaşmışam, həyətdə də döyülmüşəm. Həyətdə döyülürdüm, gəldim evdə, mama da mənə döyürdü ki, nöş dalaşmısan. Yəni, qəribə bir dənə karmanın içindəydim. Qəribə bir, hara əl atırdımsa, qayıdıb özümə dəyirdi. Və içimdə bir amiranəli libidosu böyündü. İçimdə bir əmr etmə ehtirası böyüdü. Atama əmr eləyə bilməzdim, anama əmr eləyə bilməzdim. Məktəbdə gücsüz olmuşam, idmançı olmamışam, kitab oxuyan uşaq olmuşam deyə, həmişə kitaba meylim olub. Cüdlər uşaqlar da dalaşanda da bilirdim ki, dalaşsam döyəcəklər, qorxmuşam, söz deyə bilməmişəm. Küçədə də həmçinin, nə bilim, ona görə içimdə bir söz demə ehtirası böyüdürdü. Bu nə vaxtsa vurub çıxmalıdır, elədirmi? Gəldi, vəziyyət elə gətirdi ki, mən 2011-ci ildə İndi düşünürəm ki, bəlkə də məqsədyönlü beynim, şuuraltım məni universitetə girməyə qoymadı. Çünki elə bir savadım var ki, mən istəsəydim girərdim universitetə. Mən nəsə oldu, mən girmədim. Girə bilmədim demirəm, amma girmədim universitetə. Getdim əsgərliyə, gəldim. Atam da sağ olsun mənə həyatın ən çətin, çünki həmin vaxta qədər mən anadan, atadan asılı olmuşam, çətin günlər görməmişəm. Atam da mənə həyatın
çətin günlərini görmək üçün apardı, qoydu fəhlə. Açıq danış, sən bir danışam. Qoydu fəhlə. İşdə qardaş, mən görmüşəm, sən də gör. Kişi olmaq üçün bunları da görmək lazımdır. Mən o vaxt qınıyırdım onu. Deyirdim, bu necə atadır, mən zülüm çəkirəm, əlim qabar içində gəlirəm, belim bükük, yıxılmışam 2-ci mərtəbədən bir dəfim gömgöy. Rojeni bunun ürəyi sızılamır. Yaxşı ki, onun həmin vaxt ürəyi sızıldasa da onu bəlli eləmirdi. Niyə səbəbini deyim? Bir gün mən Ceyranbatanda işləyəndə həyatımda ilk dəfə göy qurşağı gördüm. İlk dəfə göy qurşağı gördüm. Harada gördüm o göy qurşağını? Tozun, torpağın, palçığın içində. Təsəvvür edirsiniz, göy qurşağı gördüm. Mən çox qəribədir. Hər yer bomboz, bir yana uzaqda rəngbərəng bir şey var. Mənə bir əfsanə yadıma düşdü. Dedi, sən göy qurşağının altından keçə bilirsən, sənin arzuların yerinə yetəcək. Mən orada başa düşdüm. Dedim, göy qurşağını tərəf getmək lazımdır. Ya onun altından keçə bilməsən belə, ona tərəf qaçmalısan və əmin olmalısan ki, sən ona tərəf qaçsan, ona çatmasan belə, sən bu tozlu torpaqlı mühitdən aralanacaqsan. Mən getdim o göy qurşağına qarşı, məcazi mənada. Mən getdim o göy qurşağına tərəf. Mən o toz torpaqlı mühitdən çıxdım. Çıxdım da nə olmalıyam deyə düşündüm. Baxdım. Bir insan həyatda iki halda uğur qazana bilər. Ya uşaqlığından gətirdiyi bacarıqla, ya da uşaqlığından gətirdiyi travma ilə. Mənim uşaqlığımdan gətirdiyim elə bir bacarığım yox idi. Çünki mən özümü tapmamışdım, kim olacağımı bilmirdim. Tamam, şeir yazırdım. Nə bilim, musiqi istəyirdim. Həmin vaxt anam, atam görürdülər ki, məndə musiqi tərəf biraz zəifdir, qoymurdular falan. Tamam, bunu qoydum qırağa. Mənim travmam var kökdə. Nə? Söz deyə bilməmək. Deməli, mən elə bir şey olmalıyam ki, mən idarə edici tərəf olmalıyam. İdarə olunan tərəf yox. Çünki həyatı boyu söz deyə bilməmişəm, əzilmişəm. Əskərdə söz deyə bilməmişəm, uşaqlıqda söz deyə bilməmişəm, gəlmişəm fəhləyəm, söz deyə bilmirəm. Bu mənim içimdə libido kimi böyüyür. Və nəticə etibarilə nə olmalıydım? Mən söz deyə bilən bir tərəf olmalıydım. İki şey. Ya şirkət prezidenti olmalıydım, ya da rejissor. Şirkət prezidenti ola bilmədim. Rejissor oldum. Bu dəqiqə illərdir deyə bilmədiyim sözləri sənətə çevirib deyirəm. Mənim bugün teatrda elədiyim, qurduğum işlər, teatrda qurduğum tamaşalar illərdir deyə bilmədiyim sözlərin səhnə və poetik halıdır. Bu qədər. Yəni, buna görə mən bugün rejissoram və buna görə şükür Allaha sevən sevir, sayğı duyan sayğı duyur ki, yəni, və bunu da düşünürəm. Yaxşı ki, mən uşaqlıqda döyülmüşəm. Yaxşı ki, mən uşaqlıqda aciz uşaq olmuşam. Yaxşı ki, uşaqlıqda atam məni kitaba yönləndirib, idmana yönləndirməyib. Mən Allah biləndə haradasa avaralıq edirdim. Mənim, belə deyim də, o vaxt söz deyə bilməməyim, acizliyim, gücsüzlüyüm məni bugün gətirib Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru eləyib. Ki, mən həyatı boyu televizorda baxdığım, xəyallarını qurduğum, bir dəfə canlı görüm deyə çırpışdığım aktyorlarla bu dəqiqə oturub üzbəüz çay içirəm, söhbət edirəm. Bir yerə zarafatlaşırıq da. Belə. Yəni, mən artıq o göy qurşağına çatdım. Sözünüzə qüvvət, planlar ali məqsədə gedən yoldakı kiçik pilləkənlərdir. Ortada bir ali məqsəd var. Mən kim olacağam? Və sən birbaşa ora gedib çıxa bilməzsən. Mütləq ora getmək üçün ayağının altına kiçik pillələr atmalısan ki, bu da sənin bir həftə sonraki planın, bir ay sonraki planın, 15 gün sonraki planındır. Yəni, planlar məqsədə gedilən yoldakı kiçik pilləkənlərdir. Hə, məqsəd dəyişməz, gedilən yol dəyişməz, amma planlar dəyişər. Bu həmişə belə olur. Yəni,
çətin günlər də olur, dar günlər də olur, ağır günlər də olur. O yıxılan günlərində nədənsə tutub motivasiya götürmək, bu sənin fərdi keyfiyyətin də ancaq. Yəni, məsələ nədir? Əgər bir hədəf varsa və əlində bir ox varsa, o oxu o hədəfə vurmaq üçün onu geri çəkməlisən ki, buraxasan. Yəni, həyat səni geri çəkirsə, mütləq ki, güclü bir hədəfə doğru yönləndirir. Təbii ki, belədir. Bu qədər. Bəzən kiçik hadisələr olur, xırda bir şeylər həyatımıza böyük bir dönüş nöqtəsinə səbəb olur da. Buna psixologiya kəpənək effekti deyirlər. Psixologiyada ki, kiçik bir hadisənin böyük bir məsələlərə səbəb olması. Birinci sinifdə oxuyam, yoxsa ikinci? Uşağam da. Biz birinci mərtəbədə qalırıq. Həyətimizdə də bir kanalizasiya lüku var. Yağış yağan ərəfədir. Mən də pəncərədən baxıram ki, bir dənə uşağı görüm. Mamaya deyim ki, mama, bax, orada uşağı var, düşüm oyunla oynayayım. Uşaqlıqdan ödürəm yağışsın. Gördüm ki, pəncərədən baxıram, gördüm kanalizasiya lükun qapağı açıqdır. İçində bir bələdiyyə işçisi ancaq başını görəm, çıxır, nəsə təmizləyir, tulluyur qırağa. Bilmirəm, görməmişəm, axı birinci dəfə də görürəm. Nəsə, mənə maraqlı gəlir, götürürəm kurtkamı, qapını açıram, çıxıram bayra. Görürəm ki, gəlib boylanıram, görürəm bir klok plaş giyinib, bir yaşlı kişidir. Təmizləyir, atır çölə. Çox kəsif bir qoxu gəlir. Ətrafdan çox kəsif bir qoxu gəlir. Çox ürək bulandırıcı, üzr istəyirəm, bir qoxu gəlir. Axır dözmür soruşuram ki, dayı bu nədir? Bunlar nədir belə? Məsələ bundan sonra başlayır. Adam nərdivanlarla çıxır yuxarı, yarıyacan çıxır lükdan, qollarını qoyur belə, baxır mənə. Deyir, bala, bu dərsə getməməkdir. Bu iki almaqdır. Bu kitab oxumamaqdır. Bu yerli-yersiz dərsdən qaçmaqdır. Məsələn, kökü elə budur. Və həmin vaxt başa düşmədim də, sonradan anladım ki, həmin adam müəllim olsaydı, gör nə boyda bir pedaqoq olardı. Yəni, o qədər murdar bir şeyin üzərindən o mənə elə həyatı dərs verdi. Həyatı bir dərs verdi. Yəni, bu gün mən tələbələrimlə həmin o pedaqoji period üzərində işləyirəm və nailiyyət əldə edirəm. Nədir? Deməli, bəzən həyatımızda ən uğurlu keçidlər metaforalardan ibarət olur. Hansısa bənzətmələrdən ibarət olur. Sən tələbənin başa düşə bilməyəcəyini zənn edib, onun psixologiyasını və başa düşə biləcəyi bir dildən onu izah eləməlisən. Bəlkə də bir kitabı bir cümlə ilə elə izah eləmiyorlar ki. Necə ki, Tolstoya gəlib deyirlər ki, bu Anna Karenina yazmısan. Necə bir şeydir də, bu necəsədir? Deyirlər, heç nə, bir qadın da özünü atır, qatarın altını öldürür. Mesela, yəni, əsərin məğzi bu deyil, amma adam belə yanaşıb əsərinə. Yəni, bəzən böyük bir əsəri, böyük bir həyat hekayəsini bir cümləyə də sığışdırmaq mümkündür. Yetər ki, sənin baxışın və baxış hədəfin düzgün olsun. İstiqamətin, mövqeyin düzgün olsun. Əks halda adam hara baxırsa, fikir verin, adam hara baxırsa ora gedir. Adam baxdığı yerə gedir. Və elə yerə bax ki, o yerə gedəndə divin otağına girməyəsən. Yəni, itirən yerə get. Orada itirirsə, orada adam yaşayır. Amma yalancı işıqlar adamı alladanda hər danışığın altından div çıxır. Çox sağ olun, minnətdarım.
İki əsər var. İki əsər var ki, bu əsərlər mən mütləq ki, quracam bu əsərləri. Biri Cəlil Məmmədquluzadənin Ölülər əsəridir. Sadəcə tapıram, qane olmuram. Bugünkü aktuallığını, əsəri çox sevirəm, amma bugünkü aktuallığını tapmalıyam. Və 50.000 nəfərlə məsləhətləşmişəm, yenə də mən hələ ki o istədiyim cavabı tapa bilmirəm. Amma bir gün tapacam, onu quracam. Bir də Oqtay Eloğlunu, Cəfər Cabbarlının Oqtay Eloğlu əsərini qurmaq istəyirəm. Ki, bilmirəm, niyə düşünürəm ki, bəlkə də Cəfər Cabbarlı yazmasaydı Oqtay Eloğlunu mən yazardım. Həqiqətən. Bəlkə də Oqtay Eloğlu əsərini Cəfər Cabbarlı yazmasaydı mən yazardım. Demirəm o qədər güclüyəm. Amma o qədər hiddət doluyam. O qədər ağrı doluyam. Düşünürəm ki, o qədər sırf Cəfər Cabbarlı əzabı çəkmişəm bəlkə də bu teatrla bağlı. Ki, izah edə bilməyəcəm bu məsələni. Amma bütün Oqtay Eloğlular məni başa düşdü artıq. Bu verilişə baxan bütün Oqtay Eloğlular məni başa düşdü. Ki, əgər bir daha deyirəm, Oqtay Eloğlu əsərini Cəfər Cabbarlı yazmasaydı mütləq ki, mən yazardım. Belə. Əgər bir əsər mövcuddursa, bir əsər yazılıbsa, qaçış yolu yoxdur, mütləq ki, onun hər dövründən bir aktuallığı var. Yetər ki, o belə bir söz var, açar. Yetər ki, rejissor o açarı tapa bilsin. O açarı tapa bildin mi? Vəssalam. Çox da ki, indi süni intellektlər var. Çox da ki, indi həyatımızın 80%-dən robotlar və texnika qapsayıb. Amma axı, bugün teatr da var. Bugün teatra dırnaqarası baxan cəmiyyət də var. Varmı? Var. Bugün aktyorluqla çapalayıb bir şey eləyə bilməyib, vaz keçib gedən sənətçilər də var. Var axı. Deməli, bu halə də aktualdır. Bugün teatr üçün əlindən gələni eləyib, özünü sübut eləyə bilməyən adamlar da var. Bugün həvəsi olub istedadı olmayan və istedadı olub həvəsi olmayan adamlar da var. Budur. Amma bir daha deyirəm, hər şeyin kökündə cəsarət dayanır. Cəsarətin varsa, sən o Oqtay Eloğlunu quracaqsan da, cəsarətin varsa, bu işə, bilirsiniz, ümumiyyətlə, işə başlamaq, işi görməyin 80%-dir. Başlamaq ilk addım, yolun 80%-dir. Mən girirsəm Oqtay Eloğlu əsərinə ki, bunu qururam, mütləq o açarı da tapacam, bugünkü aktual mövzunun tandemi də tapacam. Amma nədir məsələ? Deyirəm, cəsarətə. Cəsarətim yox, düşünürəm ki, yox, mən hələ hazır deyiləm. Niyə hazır deyilsən? O suala cavab tapa bilmirəm. Niyə hazır deyiləm? Halbuki başlasam, o cəsarət də gələcək. O təb də gələcək, belə deyim də. O ruh da gələcək. O açarı da tapacam, o əsəri də quracam, o Oqtayı da tapacam. Amma başlamağa cəsarət eləmirəm. Çünki düşünürəm ki, paradoksal bir şeydir. Düşünürəm ki, hazır deyiləm. Başlasam amma hazır olaram. Amma hazır olmadığımı düşünürəm. Cəsarətim yoxdur çünki bu əsərlərə. Bu bir növ məndə hövsələsizlikdir. Bu da ki, bilmirəm, daha indi bu dağlı olmaqdan irəli gəlir, yoxsa yaşadığım mühitdən irəli gəlir. Çünki mən heç vaxt, aslında bu vaxta qədər, bəlkə də var, amma mən hələ səbirli bir dağlı görməmişəm. Bacardığım qədər səbirli oluram, müəyyən məqamlarda kontrol edirəm, amma sonra edə bilmirəm. Məsələ orasındadır ki, məsələn, bir dost, tanış var haradasa, mən bilirəm ki, mən buna ağız açsam, mənim filan işim düzələcək. Mən gəlib dost tanışım üçün ağız açaram həmin adama, amma özüm üçün ağız açamıram. Yəni, bilmirəm, bu müsbətdir, mənfidir, fərqi yoxdur, hər nədirsə, bax,
bu kimi şeylər əslində biraz adamı arxaya çəkir. Yəni sən gərək bəzən yalvarmırsan, diz çökmürsən, sadəcə gəlirsən, xahiş edirsən ki, belə bir məsələ var, mənə kömək lazımdır. Mən bunu belə deyirəm, amma həmin vaxt gəlib, həmin adamla üz-üzə gələndə heç vaxt dilə gətirə bilmirəm. Bir məsələdə, yəni çox çətinliklə nəsə xətrimə dəyər, amma xətrimə dəysə mən həmin yerdə heç vaxt qalmaram. Və səbrimin həddindən artıq çox güzəştə gedərəm. Həddindən artıq çox güzəştə gedərəm. Amma bir yerə qədər. O güzəştin bitəcəyi bir yer var ki, mən bir münasibətdə bir əlimdə gül tutaram, bir əlimdə karandaş tutaram. O gül verdiyim adamı rahatlıqla o karandaşla silə bilərəm. Məsələ burasındadır. Yəni, yetər ki, həmin adam mənim o həddimə çatmasın. Yetər ki, yəni, Allah heç bir kəsə o həyatda göstərməsin. Yəni, belə bir şey deyil, mən onu heç bir şeylə şantaj etmirəm. Sadəcə, bəzi adamlar ola bilər ki, mən bir münasibət quranda, o münasibətdə o qədər dəyərli bir bağ yaradıram ki, mənim yoxluğum həmin adamın faciəsi olar. Mənim sadəcə çıxıb getməyim o adamın faciəsi olar. Və mən də gedərəm o faciəni yaşadaram. Yəni, ona dost acısı yaşadaram, əgər dostumdursa. Dost acısı yaşadaram. Gedişimlə. Yəni, heç bir intiqam, heç bir qisas almaram. Qisasçı, intiqamçı adam deyiləm. Heç vaxt. Adi bir xoş sözə əriyərəm. Amma son qərarı həmişə mən verirəm. Son qərarı həmişə mən verirəm. Bir yerə qədər əzilən də olar, görsənə bilərəm. Bir yerə qədər söz deyə bilməyən adam kimi də görsənərəm. Amma sonda yenə də qərarı mən verərəm. Vəssalam. Budur. O son hədd məsələsi var. O həddən özümdə qorxuram. Hərdən o öz son həddindən özümdə qorxuram. Biz Qazaxıstanda deməli Robert Stura'yla görüşürük. Sevinirik ki, Robert Stura gəlir. Dünyanın ən güclü teatr rejissorlarından biridir. Suallar verəcək. Şimdi bir sual verdi ona, tez bazar danışıram. Bir sual verdi ona ki, ustad, bəs necə bir hiss olar da mən götürüb Shakespeare qururam, yarıda saxlayıram, başa düşürəm ki, qura bilmirəm. Adam bilirsən, dedi, bu əla hissdir. Çünki adam uduzanda da gələr Shakespeare uduzsun. Adam kiçiyi olsa da Cəfər Cabbarlının kiçiyi olsun, Müşfiqin kiçiyi olsun. Mən Allah haqqı elə adamların kiçiyi olmaqdan fəxr edirəm. Cabir Novruzun kiçiyi olaram. Yəni, məsələ orasındadır ya. Yəni, mən deyəndə ki, Oqtay oğlunu mən Cəfər Cabbarlı qədər yaza bilmərəm, amma o problemi mən yazardım əgər Cəfər Cabbarlı yazmasaydı. Bəli, mən həqiqətən Cəfər Cabbarlı qədər yaza bilməzdim. Bəlkə qurban olduğum vaxt gələr elə bir təbvirə, elə bir ilham verə bilər ki, yenə də yaza bilmərəm. Ya, onun elə ana şeiri bəs edir ki, yer üzündə yazılmış ən güclü şeirdə, əgər bütün bəşəriyyət ədov-i canım ola, ürək süqut eləməz aldığı mətanətdən. Bir dənə orada adi bir dənə fikir var. Bəlkə də hamı bu vaxta qədər oxuyub, sadəcə keçib o fikrin üstündən. 2 dənə məqama toxunacam. Biri deyir ki, onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm bəzmi istirahətdir. Biri də çox sadə görünən kimi bir fikir var, sadə fikir kimi görünür. Amma bir oturub o fikrin üstünə bir dənə şeir yazardı Cəfər Cabbarlı. Gör nə deyir? Deyir, ana, sənə mən rahibəm itaətdə. Əziz Xızı TV, əziz mənim bu Xızı TV proqramına çəkilməyimə səbəb olan kəslər və bunu lentə alan deyirlər də, bunu yaddaşlara həkk eləyən adamlar ki, bu gözəl diyaloqa görə, indi siz bunu müsahibə kimi görürsünüz, amma burada gözəl bir diyaloq gedir və nə gözəl ki, bu insanları tanıyıram, nə gözəl ki, mən Xızı TV-dəyəm. Var olasınız, dağlıları ölkə miqyasında üzə çıxardan insanlar, yaşayın, var olun. Allah sizə elə bir güc qüvvət versin ki, bu işi televiziyalara daşımağı bacarasınız.